Esselamu Aleyküm izləyicilər. Bu videoda sizə əlif hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının birinci hərfi əlif hərfidir. Bu hərfin digər şəkli də həmzədir. Bu hərf boğazın sinəyə bitişdiyi yerdən, yəni boğazın aşağı hissəsindən çıxarılaraq tələffüz edilir. Azərbaycan dilində olan əl səsinin tamamilə oxşarı və incə formasıdır. Bundan öncəki videoda sizə ərəb dilində olan hərflərin hərəkələr adlanan işarələrlə səsləndirildiyini qeyd etmişdik. Ona görə də əlif hərfi bəzən ə, bəzən i, bəzən u səsini ifadə edəcək. Bu haqda bütün hərfləri keçdikdən sonra hərəkələr dərsində məlumat verəcəm inşallah. Əlif hərfi özündən sonra birləşməyən 6 hərfdən biridir. Hal-hazırda siz ekranda əlif hərfinin müstəqil, kəlmənin əvvəlində, ortasında və sonunda yazılış formalarını görürsünüz. Belə ki, əlif hərfinin iki cür yazılışı mövcuddur. Müstəqil formada və kəlmənin əvvəlində düz xətt formasında yazılır. Kəlmənin ortasında və sonunda isə sağ tərəfdən çıxıntı verilir. Çünki ərəb dilində kəlmələr sağdan sola doğru yazılır. Ona görə də çıxıntı verdikdən sonra yenidən düz xətt formasında çəkib yazırıq. Gəlin praktiki bu hərfin yazılışını tətbiq edək. Yəni çox asan və sadədir. Belə ki, iki damanı əhatə edəcək səviyyədə sadəcə düz xətt çəkirsiniz. Yəni həm müstəqil formada, həm də kəlmənin əvvəlində bu cür yazılır. Yəni qeyd etdik ki, ərəb dilində özündən sonra birləşməyən 6 hərf vardır. Onlardan biri əlif hərfidir. Digər hərfləri növbəti video dərslərdə hərfləri keçdikcə qeyd edəcəm inşallah. Yəni həmin digər 5 hərfdən sonra, yəni özündən birləşməyən digər 5 hərfdən sonra əlif hərfi gələrsə, yəni müstəqil formada bu formada yazılır. Həmçinin də kəlmənin əvvəlində. Kəlmənin sonunda və ya ortasında isə sözlər sağdan sola yazıldığı üçün ilk növbədə çıxıntı verilir və daha sonra düz xətt formasında yazılır. Yenə çıxıntı verilir, düz xətt formasında çəkilir. Çıxıntı veririk, daha sonra düz xətt çəkirik. Siz öz dəftərinizdə əlif hərfinin müstəqil və kəlmənin əvvəlində gələn formasını, yəni bu düz xətt formasını bir sətr, eləcə də ortada və sonda yazışını da bir sətr yazın. Və qeyd etdik ki, bu hərfin digər, belə deyək, bəzi ərəb dilli mətnlərdə bəzən düz xətt formasında, bəzən isə həmzə şəklində yazıldığını görəcəksiniz. Yəni bu formada yazılışını görəcəksiniz. Bəzən də bu düz xəttin üzərində olur. Bu həmzə işarəsi, yəni bəzi mətnlərdə bu formada da ifadə olunur. Və bunları da bir sətr yazaraq praktika edin. Bu qədər. Esselamu Aleyküm.